Salam dostlar, mən Yasəmən. Ondan çox ölkədə müxtəlif beynəlxalq layihələrdə iştirak eləmişəm. Bu videoda sizə beynəlxalq layihələr təlimi barədə ətraflı məlumat verəcəm və videonun sonunda təlimi necə qeydiyyatdan keçəcəyinizi izah edəcəm. Bizim 3 saatlıq təlimimiz 4 əsas hissədən ibarət olacaq. Birinci hissədə xaricdə, xüsusilə də Avropada bütün xərcləriniz qarşılanmaqla iştirak eləyə biləcəyiniz Erasmus+, Salto tipli layihələrdir. İkinci hissədə sizə Avropada 2 həftədən 1 ilə qədər yaşayıb işləmək imkanı verən Avropa Həmrəylik Korpusu və yaxud da ESC dediyimiz European Solidarity Corps Volunteer, yəni könüllülük proqramından danışacaq və ən əsası biz öyrənəcəyik ki, bu layihələri hardan və necə tapaq, özümüzə uyğun, düzgün layihəni necə seçək və ən əsası layihələrə asan və tez qəbulumuzu qarantiləyən xüsusi məqamlardan danışacağıq. Təlimin 3-cü mərhələsində biz qeyd etdiyimiz layihələrin qeydiyyat mərhələsindən danışacağıq. Uğurlu motivasiya məktubunun düzgün CV-nin necə hazırlanmasından və ən əsası qeydiyyat zamanı qarşımıza çıxan formun düzgün doldurulmasından. Unutmayın ki, forumda qarşınıza çıxan hər bir sualın özünün doldurulma, yazılma forması var. Və əgər siz o formları bilsəz, həmin formlardan istifadə eləsəz, o zaman daha rahat və asan şəkildə qəbul ola biləcəksiniz. Və mən bu hissədə həmin formları necə doldururam, öz motivasiya məktubumu, CV-mi necə hazırlayıram ki, rahat və tez qəbul alım, bunların hamısını sizlə bölüşəcəm. Və nəhayət, təlimin sonuncu 4-cü mərhələsində mən sizə qeyd etdiyim layihələrin qəbul prosesindən sonraki mərhələni addım-addım izah eləyəcəm. Sending Organization'ın tapılması, sənədləşmə, viza prosesi, vizanı aldıqdan sonra nələr etməlisiniz və eyni zamanda layihədə olduğunuz müddətcə etməli və etməməli olduğunuz məqamlar, əməl etməli olduğunuz qaydaları sizə ətraflı izah eləyəcəm. Təlimə qeydiyyatdan keçmək üçün videonun aşağısında qoyduğum qeydiyyat formunu doldurmağınız kifayətdir. Eyni zamanda videonun aşağısında buraxdığım linklərdən əvvəlki təlimlərə gələn rəylərlə tanış ola bilərsiniz.